tələbələrim, bu günləri sizlərlə mənə atdığınız əl işləri ki var, onları bir-bir baxacağıq. Mən hətta onları çıxartdırmışam, qoymuşam ki, qabağıma daha gözəl analiz edeyim və sizlərə fikirlər bildirim. Həqiqətən çox qəşəng işlər var idi. Mən özüm də baxdıqca zövq aldım. Çünki istər-istəməz də aranızda az yaşlılar var, bu sənətə yiyələnlər var, ümumiyyətlə hobi kimi yanaşanlar var və onlar da nəsə öyrənmək istəyir, maraq duyurlar və insan da bunu necə deyim, eşidəndə sevinir. Mənfi rəy ola bilər, müsbət rəy ola bilər. Yəni siz o icmalda o şəkilləri bölüşməkdən çəkinməyin. Ürəkli olun. Kimsə bir söz deyər, qətiyyən o dərddən yanaşmayın. Çünki orada mənfi rəy yazan da var idi. İnanın ki, o mənfi rəy yazan nə bu sənətə hörmətlə yanaşır, nə də ki, başa düşür ki, bu filan yaşdadır, bu insanın bacarığı budur, bu hələ inkişaf səviyyəsinə çatmayıb da, yəni yavaş-yavaş irəliləməyə başlayır. Ona görə qətiyyən çəkinməyin, atın əl işlərinizi ki, mən də görüm və başqaları da görsünlər. Yəni bəlkə başqasına bir ilham ola bilərsiniz, ilham mənbəyi ola bilərsiniz. Deyəcək ki, hə, bu uşaq bu səviyyədən bu səviyyəyə çatdı. Ona görə də məsələn məndə davamlı şəkildə atanlar ki var, onları mən təzədən də məsələn əl işlərini müqayisə edəcəm. Çünki bəzi kanalın izləyiciləri var ki, takipçilərim var ki, yəni tələbələrim kimi onların da işlərini müqayisə edəcəm. Bəlkə onlar öz əl işlərini unudur, amma mən unutmaram. Çünki istərsəniz bir müəllimə kimi mən uşağın dəsti xəttindən bilirəm ki, bu iş hansı uşağa aiddir. İlk növbədə öz tələbəmin əl işindən başlayaq, sonra da sizlər ki, sizlər də mənim tələbələrimsiniz. Yəni heç bir sualı verməkdən çəkinməyin. Mənə verin, mən də əlbəttə ki, ona uyğun bir video hazırlayaram. Məsələn, bu işdə gördüyünüz kimi mən özümdə indi baxıram. Tələbəm özü fərqliliyi axtarır. Nəyisə köçürməyi, nəyisə ondan oğurlamağı xoşlamır. Bizdə məsələn Pinterest proqramı var. Onu həmişə oradan nəsə fikir, ideya götürməyə çalışırıq. Amma çalışın ki, uşaqlar özünüzdən nəsə ora qatın. Yəni bir şey köçürməyin ki, hə mən bunu işlədim. Okay. Öyrənməyə çalışırsınız, dəsti xəttini başa düşməyə çalışırsınız. Hə, o sizə müsbət cəhət göstərir. Amma çalışın da təxəyyülünüzü inkişaf elətdirin. Bir şey baxmadan da çəkməyə çalışın. Məsələn, tələbəm bir şey baxaraq çəkib, özündən nəsə əlavə edir. Onun üzərində nəsə bir zövq var. Ona baxanda əlbəttə ki, zövq yaşayır. Əslən tələbəm bu işlərdə tonlamanı çox sevir. Yumşaq tonlama olsun, yəni keçidləri olsun, o reallığı, o abstrakt olsun, təsvirlər olsun. O qədər də abstrakt işləri yoxdur, yadımda deyil. Portretlər yadımda işləyir və üzərində də işləyir. Hal-hazırda da dizayn ixtisasında birinci kurs tələbəsidir. İnşallah arzusunda olanlara qismət olsun. İkinci işdə uşaqlar, mən öz baxdım. Yəni biraz fərqliliyi var. Amma sadəcə başa düşmək istəyirəm. Yəni o uşaq izah eləmir neçənci sinifdə, çalışın uşaqla neçənci sinifdə oxuduğunuzu, neçə yaşınız olduğunuz və hobbi kimi yanaşırsınız, yoxsa akademik formada öyrənməyə çalışırsınız, mütləq onları qeyd edin. Mən də ona uyğun məsləhətlər istəyirəm. Bu işi başa düşmənim çox var doğrusu. Məncə biz insana oxşadıram. Fərqlilik qatmaq istəyir ya da nəsə bizim fikir bildirməyimizi istəyir. Məncə özüm həm də gülüş ismaili qatmayı, bəlkə lavlıq eləyir, ola bilər. Uşaqlar çalışın belə yanaşmayın. Düzgün deyil. Çünki o qədər gözəl əl işləri var ki, hal-hazırda qabağımdadır. Onlar insana baxanda həvəslənir ki, ayda necə keçəndir. Çalışın belə yanaşın da. Yəni tənqid bir şey tənqid etmək, yıxmaq, dağıtmaq 2 dəqiqənin işidir. Amma bundan nəsə bir şey çıxarmaq, o tam fərqli bir şeydir. Üçüncü işimizdə də mən xoşuma gəldi. Quaşla işləyib. Və maraqlıdır həqiqətən. Tam da desən ümumi götürməyib şəkli, amma görürsünüz də, yəni maraqlıdır. Fərqli işlər də atıb. Bir dənə də tələbəmiz var, Ayandır adı. Hər birini zaten burada görəcəksiniz. Mən mütləq qoyacağam. Wings Club'dan Bloom. Mən də işləmişdim. Burada bəlkə qoyaram. Mən neçənci sinif idi? 8 ya da 7-ci sinif. 7-ci sinif, 7 ya da 6. O ərəfələrdə mən Wings Club'ı çox şey elədim. Karakterlərini çəkirdim falan. Burada qoyacağım şəkildə. Biraz qəribə gülməli görsənir. Amma həqiqətən mən bunlara baxanda öz uşaqlığımdan istədiyim əl işlərini görürəm. Yəni həqiqətən çünki mən də o hissəyə olmuşam. Mən də öz şəkillərimi göstərməyə can atmışam. Kiməsə göstərim, ondan fikir alım. Amma inanın ki, uşaqlar fikirdən fikirə də fərq eləyir. Biri sənin ruhuna, qəlbinə toxunur mənfi cəhətdən. Bir də ki, tam əksinə səni ruhlandırır. Biz ümumiyyətlə başa çıxmır və elə reaksiya verir, insan şübhə duyur da özü. Və buna əsasən insan öz fikrini, öz düşüncələri deməkdən çəkinir. Qətiyyən çəkinməyin. Bu kanal burada öz fikirlərinizi, əl işlərinizi atacağınız bir kanaldır və atmadan qətiyyən çəkinməyin. Demin ki, ayda müəllimə birdən belə deyər.
Qətiyyən bir müəllimin sizə tənqidi yanaşmağı biraz qeyri-mümkündür. Nəyə görə? Tənqidi demək, o sənə məsləhət verir və sən də o məsləhətə uyğun hərəkət edirsənsə, sən mütləq qabağa gedəcəksən. Amma bu sənətdən başı çıxmayan, sənə nəsə qata bilməyən bir insanın fikrini alsan, avtomatik o səni geri plana çəkəcək. Ruhlandırar, okey, amma istiqamət məsələsi var uşaqlar. Digər işimizdə də gördüyünüz kimi naturmortdur, güldə dibçək. Mən bu uşaq desən təzə başlayır. Yəni maraqlı da işləyir. Yəni hələ də komponovkası biraz nəsə şey var, amma işləyib də, yəni pis deyil. Fikirləş, ağız hissələrinə fikir ver, həmişə künclü saxlamayın uşaqlar. Bir şeyin içi, nəsə içinə bir şey salmaq olursa, o həmişə içi oval fason olur. Ona diqqətli olun. Belə pis deyil, işləyir də, yəni naturmortdur, qəşəngdir. Davam edin. Əgər bu təzə başlamısanızsa, təzə başlayanlar üçün uşaqlar əlifba kimi bir şeydir naturmort. Yəni onu öyrənsən, digər şeyləri də tətbiq edib. Sən orada qurmanı öyrənirsən, tonlamanı öyrənirsən, iş okərgəni öyrənirsən. Yəni çox şeyi naturmortdan öyrənirsən. Siz naturmorta elə belə şey kimi baxmayın. Qətiyyən. Çünki hazırlığa da gedəndə biz uşaqlara naturmortun qurulması, komponovkası da ölçü nisbətləri hamısını onda öyrədirik. Digər işimizdə də uşağımız mənə dedim necə olub? Yaxşıdır. Desən yaşını da qeyd eləmişdim. Mən indi hal-hazırda xatırlamıram. Amma qəşəng görsən. Mən əsasən belə animələrin gözlərindən xoşum gəlir. Mən özüm məsələn dedim ki, Winx Club olsun. Animə getmir, amma cizgi film karakterlərinin gözləri iri olandı və ona çox maraqlı görsənirdi. Yəni həqiqətən maraqlıdır. Digər işimizdə isə nə yazıb burada? Özümdə yəni həmin uşaqdır. Aha. Qəşəngdir mənzərə. Uşaqlar dəniz mənzərələri manira gedir. Çox qəşəng. Afərin. Neçə yaşı var görürsən? Bu az yaşlının işinə oxşuyur. Uşaqlar fərqlidir, qəşəngdir. Və bu digər işidir. Burada mən çox da desən şeydir, hörümçək adamdır. Çünki onun göz hissəsinə oxşatdım. Siz özünüz də görəcəksiniz. Burada mütləq qoyacağım. Sadəcə özümdə də qabağımda olsun deyə, asan olsun təhlil eləmə onun üçün qoymuşam. Bir də Ofelia Fransız öz işinə qoyub. Səhvlərini deməyimi istəyir. Burada şey çəkib, həmin xanım aktyor şeydir. Qəşəng, niyə pisdir, dodaqları falan, o qaşlarını belə qaldırıb baxır. Əsasən bu xanımlarda bu oyuq hissələr olur qızlar. Burada körpücü sümüyün belə bəlirgin olması, çıxması qabağa. O dövrdə insanların gözəlliyi, qadının gözəlliyini əks etdirirmiş. Saçlarım qəşəng, tonlama pis deyil. Komponovkada məsələn həmin o aktrisa olduğunu mən bildim. Oxşatmısan. Amma yaş məsələsi var. Yaşdan yaşa da. Arxadakı da o buz dövrü hansı şeydi? Yadımdan da çıxdı Dəryanım. O da qəşəngdir. O karakter nəsə çox xoşum gəldi. Çünki çox təbəssüm, yumorlu olduğuna görə ulduzlar da arxada qəşəngdir. Ümumiyyətlə qəşəngdir. Afərin həqiqətən. Burada da qeyd edeyim, qoy şey olmasın. Digər işə baxaq. Burada da at təsviri var. Maraqlıdır. Mən ümumiyyətlə atları xoşum gəlir. İstərsəməz yağlı boya ilə başlayan uşaqlar atlara can atırlar. Məncə belə də qəşəngdir. Bu bir işi mən çox bəyəndim. Bu şəkildə 2 dənə təsvir var. Amma həqiqətən ikisi də qəşəngdir, maraqlıdır. Və bu bir işdə. Bu da qəşəngdir. Mavinin tonları mən ümumiyyətlə çox xoşum gəlir. Bilirəm, rəssamlarda rəngi seçib ayırmaq düzgün deyil. Amma nə əslində düzgün deyil, söz də düzgün deyil. Nəyə görə? Çünki hər insanın fərqli düşüncəsi olur, fərqli dünyası olur. Zaten rəssamlıq hər şeyi köçürüb eynisindən etmək deyil. Məsələn, mən burada 10 dənə uşaq qoysam, 10 dənəsinə də eyni şəkil versəm, hər biri fərqli formada təsvir edəcək. Belə bir şey var. Ona görə də fərqlilik həmişə uşaqlar tənqidi yanaşmır qətiyyən. Hər bir insanın öz dəsti xətti var. Zaten fərqliliyin olmağı çox fərqli, maraqlı olur ki, ayda bu adam görsən bunu necə qiymətləndirir, bu necə ona yeni bir şey çıxardacaq ortaya. Aha, dediyim kimi bununla çox xoşum gəldi. Mavinin tonları olsun. Bunları eləmək həqiqətən qəşəng. İmzasını da qoyub qəşəng. Bu iş mən ümumiyyətlə bu uşağın işini mən çox bəyəndim həqiqətən. Bilinir ki, rəssamlığa gedib ya da özünü inkişaf elətdirib. Bu demək deyil ki, uşaqlar siz qəşəng işləmisiniz, deməli rəssamlığa getmisiniz. Yox. Əsas öz üzərində işləməkdir. Mən elə uşaq tanıyıram. Özü hazırlaşıb, özü işləyib də öz üzərində. Müəllimləri də desən məsləhətləşib, amma sırf getməyib də rəssamlığa. Pulsuz formada akademiyada oxuyub, təhsilində başa vurub. Elə insanlar da var. Bu yoxca talantlıqdır, özlərində işləyir və öz işini qiymətləndirməyi bacaran insanlardır.
Bu işlərini də həqiqətən çox bəyənmişəm. Həqiqətən bir-birini hamısını göstərəcəm növbəsi ilə onun işləridir. Yəni qəşəngdir, əllərinə sağlıq. Bu naturmort da çox qəşəngdir. Qul quşu, bu da çox qəşəngdir. Əllərinə sağlıq. Necə alınıb müəllimə deyir, qəşəng alınıb. Əllərinə sağlıq. Hətta digər texnikalarda da işləyə bilərsən. Burada akvarellə qulaşı görürəm. Burada isə bu da qəşəngli portretdir. Çox qəşəng oxşadıb da, afərin. Xırda detallarda toxunub. Əslən portret işləyəndə uşaqlar dedim deyəcəm. Burada əsas bünövrə burundur. Burunu işlədin, avtomatik gözün yerinə təyin edirsən. Gözün də yerinə təyin etdikdə avtomatik ağzın da yerinə təyin edirsən. Həmişə eyni nisbətdə olur. Əlbəttə ki, insanın məsələn bəzi insanların alnı qısa, balaca olur. Çənə hissəsi daha enli olur, o heç. Amma burunla o münasibətlər ki var dediyim, onlar dəyişmirdi. Hər insanda bəzən biraz milli fərqlidir, amma əsas baş rolda nədir? Burun. Burun çalışan oxşadır və buruna əsasən də göz. Gözlər əsasən insanın xarakterik özəlliklərini çıxartır qabağa ki, yəni bu filankəs budur. İstərsəməz o gözlər də çox önəmlidir. Dodaq nəsə şeyləmək olur, amma o şey daha çox önəmlidir. Bu işimizdə Ofelia Aliyeva işləyib deyəsən, mən belə başarışdım. Deyir ki, salam müəllimə, sizin cavabınız və qiymətiniz çox vacibdir, çox sağ olsun. Burada mən neçə yaşı var, o mənim üçün maraqlıdır, az yaşlıya oxşuyur, pis deyil, portret işləyib, sadəcə üzünü qeyd eləməyib, sadəcə ümumi bir silüet kimi təsvir edib. Bu bir işində də maraqlıdır, əslən bu gözləri çox maraqlı işləyir. Bu işi, bu biraz abstrakt kimidir. Burada mən çox xoşuma gəldi. Bu iş atdıqlarında ən çox bu işini bəyəndim həqiqətən. Çox qəşəng, maraqlıdır. Və bu iş heç inanın ki, heç kim mənə deyə bilməz ki, biz bu formada damaları dolduraraq bir şey işləməmişik. Çünki hər kəs onu damaları dolduraraq nəsə bir iş çıxartmaya çalışırlar. Yəni burada da həqiqətən maraqlı. Hətta burada böyrdə qeydlər aparıb. Bu ikinci işində də çox maraqlıdır. Burada isə kədərli bir qadın yarı formada təsvir edib. Çalış o yarını həqiqətən vərəqin yarısına gətirdi. Belə tam ortadan bir xətt getməyi xoş görsəm, amma belə qəşəng, maraqlıdır. Burada da elə həmçinin qəşəngdir. Bu bir işində də maraqlıdır. Yarı formada elə bir tərs. Çalışın uşaqlar portretə çox da qaçmayın. Çalışın belə real olan, əlinizlə gördüyünüz, toxuna bildiyiniz şeylərə bir şey oxşatmaya çalışın, sonra da portretə gedin. Çünki portret bu qaydaları biraz şey eləyir də, necə deyirəm, sərhədləri dağıdır. Bir hədəfə bir gözün burada, bir gözün orada. Bəzən biz portret işləyəndə nə edirik? Özümüzə ağız, göz, burun, qaş çəkirik. Ona görə oxşarlıq olmur. Sən milli baxmalısan. Onun üçün də damalama üsulundan istifadə edirlər. Ona görə də o damalamada da milli baxdığına görə əslən o proqram ki var, xüsusi proqramlar var. Sən çəkmək istədiyin təsviri qoyur, xanalara ayırır. Sən də o vərəqə uyğun o xanaları bölürsən, başlayırsan işləməyə. Belə şeylər də var. Və bu bir işində də naturmortdur. Desin müəllimdən əla, qəşəng, maraqlıdır. Simmetriya məsələləri biraz var, amma pis deyil. Yəni yaş dedim ki, burada yaş kateqoriyası çox önəmlidir. Mən gedib məsələn bu uşaq məsələn 4-5 yaşı var və ya 4-5-ci sinifdə oxuyur. Gedib mən bundan 11-ci sinif uşaq səviyyəsində bir şey gözləməməliyəm. Hər kəsin öz səviyyəsi var və bu səviyyəyə uyğun pillə-pillə yavaş-yavaş daha yaxşı işləyirik. Necə ki, mən bir müəllimə olaraq, bir rəssam kimi olaraq, mən də bir vaxtda belə işlərim olub və bu səviyyəyə gətirmişəm. Əsas məsələ bu səviyyədən gətirməkdir. Yəni hər kəsin öz potensialı, öz arzusu, öz xəyalları, öz düşüncələri var. Bu iş məsələn mən xoşuma gəldi. Google-da axtarardı, Pinterest mən sonradan öyrəndim, telefonum özüm alındanda. Belə təsvirləri çox görərdim, qız təsvirləri. Məsələn bunlar çox qəşəngdir. Bu quaşla desən işləyib gəlmir. Qəşəngdir, maraqlı görsənir. Bu bir işi də qəşəngdir. Bu çox qəşəngdir. Bu qız ayaqlarını büküb formada işləməyə çox xoşuma gəldi. Mırı yazıb burada. Bu da qəşəngdir, çox qəşəng. Afərin. Burada da bu çox BTS fanıdır deyəsən. Məndə də çox vaxt istəyirlər BTS üzvlərini çəkim, çəkəcəm. Yəni burada mən ayrıcılıq eləmirəm ki, filan kəsin şey eləməyim, filan kəsi işləməyim. Yəni nə kimi istəyirsinizsə işləyə bilərəm. Çünki bu artıq mənim əl işim kimi qiymətləndirilir uşaq. Buna çox bəyəndim. Qızın saçları çox qəşəng. Kitab oxuyan vəziyyət. Qəşəng. Bu da qəşəngdir. Gözləri qıyıb belə üz maraqlıdır. Sadəcə tonlamanı biraz şeydir. Biz tonlamanı nə edirik uşaqlar?
bir istiqamətini doldurursunuz, forma vermək yaddan çıxır. Forma istiqamət deməkdir. Artıq o həcmli formada göstərmək ki var, o biraz şeydir. Dediyim kimi yaş məsələsi var, danışa da bilmədim. Çünki burada bir dənə yazısı var, deyir ki, pisdirsə deyə bilərsiniz. Uşaqlar, çəkilən heç bir əziyyətə pis demək olmaz. Məncə günahdır. Çünki bəlkə mən bir rəssamım, gələcəkdə bir rəssam olacaq bir uşağın xəyallarını, arzularını, bəlkə o yolla gedəcəkdi, uğur tapacaqdı. Mənim bir sözümlə o yoldan dönəcək, bəlkə. Ona görə mən elə şeylərdən bir müəllimə kimi yanaşıram, sözlərimi seçirəm və onun qəlbinə toxunmayacaq formada istiqamət verməyə çalışıram ki, mənim balam belədir, belədir. Yəni mən həmişə videonun əvvəlində də dedim. Bu sənətə başa düşməyəndən məsləhət almaqdansa, biləndən məsləhət alın və onun sözlərini tənqid kimi başa düşməyin qəti surətdə. Çünki bu sizi heç vaxt qabağa aparmayacaq. Tam əksinə, filan müəllim mənim əl işimi qısqanırdı, ona görə mənim əl işim pislədi. Əlbəttə ki, o müəllimdir, o artıq öz işini, əl işi hər şey qabağdadır. Elə qətiyyən yanaşmır. Çünki mən elə iş uşaqlarda görmüşəm. Özümdən demirəm. Sadəcə tələbədən gördüm ki, belə danışır. Mən dedim, o neçə ilin müəllimidir, saqqaldır falan. Belə düşünmək səni heç vaxt qabağa aparmaz. Tam əksinə geri plana atacaq. Burada da bir izləyicimiz Ayka 14-də işləyib. Məncə maraqlı işləyib, üz quruluşu olsun, saçları olsun, həqiqətən. Yəni baxanda özü də yazmışdı. Sonradan gördüm ki, oxşarlığı tapıb, afərin. Bu tələbəmizdə də özü bir həftə azlığa getdiyini və natürmortdan başlamaq, yəni həqiqətən düzgün seçimdir, düzgün istiqamətdir. Burada ölçü nisbətlərinə, komponovkaya fikir vermək lazımdır. Əlbəttə ki, ilk həftədir, hələ çox şeylər öyrənəcəksən. Bu tələbədə həqiqətən az yaşlı idi, yaşında soruşdum. Ronaldonu işləyib, yəni maraqlı işləyib, yəni fərqlidir. Yəni professional əlbəttə ki deyil, amma yəni o istiqamətdə gedə bilərdi. Yavaş həvəsi, istəyi varsa, niyə də olmasın. Bu işi nəsə Pinterest şəklinə oxşadır. Əgər belə işləyibsə, yəni afərin. Yazıb müəllimə necədir? Çox qəşəngdəsinə. Amma Pinterest işlərinə oxşur həddən artıq. Yəni uşaqlar çalışın, evdə bir şey etməyin qətiyyən. Bu işdə qəşəng damalama ilə işləyib, bu da pis deyil, maraqlıdır. Yəni istər-istəməz yaşlıları işləyəndə üz cizgilərini tutmaq asan olur. Uğurlar bir daha. Göstərəcəm. Həqiqətən çox maraqlıdır. Yəni qəlblərdəki, o düşüncələrdəki hər şeyin vərəq üzərində əks olunması tam fərqli bir dünyadır. Çalışın şəkil çəkməkdən, rəsm çəkməkdən vaz keçməyin. Bilirəm, valideynlərimiz olsun, başqa insanların təsiri həyatımızda olduqca biz həmişə başqa istiqamətlərə gedirik. Amma qalib olan kim olur? Özünüz olmalısınız ki, mən həqiqətən nəyi, nə üçün istəyirəm? Həqiqətən mən bu sənəti istəyirəmsə bu yolla gedim. Kimisə bəhanə gətirib, kimisə falan kəs qoymadı, ailəm qoymadı, nə bilim neynədi, o dedi, bu dedi. Sonradan şərh bölməsində yazdılar ki, sən mənim xəyalımı yaşadın, sən mənim arzularımı yaşadın. Əlbəttə ki, hər şey sizin əlinizdədir uşaqlar. Bəzən elə hal və hadisələr olur ki, insan deyir, nax belə oldu. Olur, olmalıydı, olur və bunun qarşısını almaq əvəzinə bunu başa düşüb və gələcəkdə də sənin nələrisə gözlədiyini başa düşüb, ona istiqamət getməlidir. Bir şey səhv başladırsa, pis başlayıbsa, demək o deyil ki, həmişə belə gedəcək. Hər şey insan özündədir, inşallah hər şey yaxşı olar. Bu sənətə həqiqətən çətinliyi ilə, rahatlığı ilə, sevginizlə, nifrətinizlə həmişə bir istiqamətə gedə bilməzsiniz heç vaxt. Amma çalışın ki, arzularınızın dalınca gedin. Məni bəlkə rəssamlar deyil, başqa bir ixtisasın uşağı da izləyə bilər. Amma çalışın ki, öz xəyallarınızın, arzularınızın arxasına gedin. Kimisə günahlandırmaq 2 dəqiqənin işidir. Günahlandırdım, hər kəsə görə oldu. Amma ömür sənin ömründür, ömür sənin həyatındır, sənin arzularındır, sənin xəyallarındır, sənin səhvlərindir, sənin düzlərindir.